arxa qapının meşiyə açıldığını sizə göstərirəm. Sizə fıs-fısın olmağı normaldır. Gəlin bu evdən danışaq. İndi təzə bu evə köçəndə sizin kimi bu ev mənə çox qəribə dəymişdi. Birinci mərtəbəsini deyim, ikinci mərtəbəsini deyim. Bir çox izləyicilərim də yazırlar ki, ay bacı bu evi sizə necə kirayə veriblər? Videorolik olaraq da baxanda sizə hasad deyir, amma çox çətindir. Qızlar həmişə mənə deyir ki, bacı inşallah bu ev sənə qismət olar. Amma mən bu evi istəmirəm. Çox yorucu işləri var. Bu evə köçəndə həmişə demişəm ki, özündən xidmətçi gətirməlisən. Hər dəfəsində də soruşursunuz ki, bu ev kimin evi olub? Bu evi tikiblər, hədiyyə olaraq da veriblər. Mənim artıq gözüm öyrəşib deyə mənim üçün o qədər də fərqli deyil. Amma sizin kimi ilk dəfə mən də gələndə çox fərqli deyirdi. Hətta ki, havuzuna belə yaxınlaşa bilmirdim qorxudan. Dünənlərə arxa qapını göstərmişəm. Bir çox izləyicilərim yazıblar ki, fıs-fıs deməyin artıq normaldır. Beləncə yerdə yaşamaq da çox təhlükəlidir. Geçən il başımıza bir hadisə gəldi. Belə yerdə yaşadığımız üçün bir də gördük ki, yandırıblar. Təsəvvürünüzə gətirin ki, bir anlıq heç nə yadıma düşmədi. Uşaqları götürüb evdən qaçdı. Hər yanı yanğın söndürən bürüdü, söndürməyə başladılar. Mənzərəli yerdi, həm də riskli yerdi. Evə köçməmişdən qabaq baba da mənə bir söz işlətdi. O mənə deyir ki, qorxma, qorxma, elə olanda məni çağır. Sonra da qayıdıb mənə deyir ki, şkafımı açdım, içindən fıs-fıs çıxdı. Ay baba, sən mənə ürək-dirək verməyə gəlibsən, yoxsa məni qorxuzmağa gəlmisən? Yəni sözümün əsl mənası, qızlar, inşallah öz evim olsa bu evdən tez bir zamanda çıxacağam. Gözəllik qurban tələb eləyir, buna deyirlər. Tək yaşadığım üçün bütün işlər mənə ağır gəlir. Gələn vloqda görüşmək diləyilə hələlik.